ABCDG məntəqələri arasındakı əlaqənin ifadə edən çəki matrisinə əsasən A məntəqəsindən Y məntəqəsinə ən azı 2 məntəqədən keçməklə gedən ən qısa yolun uzunluğunu müəyyən edin. Baxaq, A-dan Y-yə gedən yollar deyir və ən azı arada 2 məntəqə olmalıdır. Baxaq, deməli, A-dan nəyə gedə bilərik? B-yə gedə bilərik. B-dən daha sonra D-yə, D-dən birbaşa Y-yə də gedə bilərik. Belə bir yol götürək. Daha sonra A, B, B-dən D-yə, C-yə, Y-yə. Bu formada da yoldan getmək olar. Daha sonra A-dan C-yə, C-dən Y-yə getmək olar. Amma bu formada almaz bir dəqiqə. Çünki arada 2 dənə məntəqə olmalıdır. A-dan C-yə, daha sonra C-dən D-yə, sonra Y-yə getmək olar. Belə bir yolda getmək olar. A-dan D-yə, D-dən C-yə, C-dən də Y-yə. Və ya A-dan D-yə, D-dən B-yə, Y-yə bu formada. İndi bunların yollarına baxaq, uzunluqlarına. Ümumiyyətlə, bunu inanmıram ki, olsun. Yenə də yoxlayarıq bunu da. A, B, D, Y. Baxaq. A-dan B-yə 10'dur. Üzərinə gəlməliyik. B-dən D-yə olan yolu 15. Daha sonra D-dən Y-yə olan yol 11. Bu bizdə verir 36. Buna da baxaq. Yenə də hər ehtimala. A-dan B-yə getmək üçün 10. B-dən D-yə getmək üçün 15. D-dən C-yə getmək üçün 9. Daha sonra C-dən Y-yə getmək üçün 14. Bunu heç cəmləmirəm. Gördüyümüz ki, zaten 40'ı keçir. Bizə ən az istəyir. A-dan C-yə, C-dən D-yə, D-dən Y-yə. Baxaq. A-dan C-yə yol 14'dür. C-dən D-yə yol 9'dur. D-dən Y-yə yol 11'dir. Bunu cəmləsək biz alırıq 34 ədədi. Sonra A-dan D-yə yola baxaq. A-dan D-yə yol 12. D-dən C-yə yol 9. C-dən Y-yə yol 14. C-dən Y-yə yol 14. Bunu da cəmləyək. Bu da edir bizdə 35. A-dan D-yə 12. D-dən B-yə 15. B-dən Y-yə 15. Bu da bizdə 32. 32 yox, 42. 42. Deməli, bu yollardan gördüyümüz kimi ən qısa yol bizdə 34'dür ki, AC, DY yoludur. Cavabımız da D variantı 34 olur.